Göyçayda nar festivalı keçirilir. Rəngli görüntülərin, gülümsəyən üzlərin və dadlı ənənələrin bir araya gəldiyi 16-cı festivalda yerli turistlərlə yanaşı xarici qonaqlar da iştirak edir. Əməkdaşımız Vahid Fəxri hazırda Göyçaydadır. Bayram əhvalını bizə birbaşa bağlantıda çatdıracaq. Vahid, buyurun, söz sizdədir. Bəli, artıq 2 gündür ki, Göyçayda bayram əhval-ruhiyyəsi, bayram havası duyulur. Dünən 8 noyabr Zəfər günü, bugün isə Dövlət Bayrağı günü və eləcə də nar festivalı keçirilir. Aylar öncəsindən başlayan hazırlıq işləri nəhayət ki, tamamlandı və hər 3 bayram dünən və bugün Göyçayda təmtəraqlı formada qeyd olunur. Hazırda isə biz səhər saatlarından etibarən nar festivalını müşahidə edirik. Bu sayca rayonda keçirilən 16-cı festivaldır. Festival öz işinə səhər saatlarından start verib. Bildirmək istəyirəm ki, festival rayonun 2 fərqli məkanında keçiriləcək. Birincisi, rayonun mərkəzi stadionunda konsert proqramları, şou proqramları, eləcə də insanların əl əməyi ilə düzəltdiyi sənət əsərlərinin nümayişi ilə və bundan da əlavə olaraq bəzi nar və nardan hazırlanmış kənd təsərrüfatı mallarının satışı təşkil olunan sərgi yarmarkaları yerləşdirilib. Festivalın keçiriləcəyi ikinci məkan isə rayonun Təzə Bazar adlanan hissəsidir ki, orada isə təkcə nar və nar məhsulları yox, ümumi olaraq kənd təsərrüfatına aid olan bütün məhsulların nümayişi geniş şəkildə həm həyata keçirilir, həm də ki, alışı, satışı baş tutur və həmin yarmarka sayəsində fermerlər ərsəyə gətirdikləri məhsulları sərgiyə çıxardaraq rahatlıqla alıcılara təqdim edə bilirlər. Hal-hazırda festivalın dediyim kimi rəsmi hissəsidir. Burada Göyçaya gələn həm yerli, həm də xarici turistləri biz görürük. Festival bundan sonra da günün ikinci yarısında axşama doğru konsert proqramı ilə öz işini davam etdirəcək. Belə, bizdən hələ ki çatdıra biləcəklərimiz bunlardan ibarətdir. Söz yenidən sizdə. Təşəkkür edirik ətraflı məlumatı üçün. Qeyd edək ki, Göyçaydan bizimlə birbaşa bağlantıda əməkdaşımız Vahid Fəxri idi.